Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən, Məcdəli Məryəm qəbrin yanına gəldi. O gördü ki, daş qəbrin ağzından götürülür. Məryəm qaçıb, Şimon Peterlə İsa'nın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: "Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik." Peterlə o biri şagird bayıra çıxıb qəbrə tərəf getdilər. İkisi birgə qaçırdı. Amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbrə o çatdı. Əyilib içəri baxdı və katan bezlərin düşüb qaldığını gördü. O vaxt onun ardınca Şimon Peter də gəlib qəbrə girdi. O, düşüb qalan katan bezləri və İsa'nın başına qoyulmuş dəsmalı gördü. Dəsmal katan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. Qəbrin yanına qabaqca gələn o biri şagirdlər içəri girib bunları gördü və iman etdi. Çünki onlar İsa'nın ölülər arasından diriləcəyini bildirən müqəddəs yazını hələ anlamırdılar. Beləcə şagirdlər yenə evlərinə qayıtdılar. Məryəm isə ağlayaraq qəbrin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbrin içinə baxdı. Orada ağ paltar geymiş iki mələk gördü. Biri İsa'nın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. Mələk Məryəmə: "Ey qadın, niyə ağlayırsan?" deyə soruşdu. Məryəm də onlara dedi: "Rəbbimi qəbirdən aparıblar və hara qoyulduqlarını bilmirəm." Bunu deyəndən sonra arxaya dönüb İsa'nın orada dayandığını gördü. Amma onun İsa olduğunu bilmədi. İsa ondan soruşdu: "Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?" Məryəm onun bağban olduğunu güman edərək dedi: "Ağa, əgər onu sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də onu götürüm." İsa ona dedi: "Məryəm." O da dönüb İsa'ya İbranicə "Rabbuni" deyə söylədi. Rabbuni müəllim deməkdir. İsa ona dedi: "Mənə toxunma, çünki mən hələ atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: öz atamın, sizin atanızın, öz Allahımın, sizin Allahınızın yanına qalxıram." Məcdəli Məryəm